Salam, hər birinizi salamlayıram. Bugün mən 7-ci sinif biologiya dərsliyində toxumun quruluşu haqqında danışacağam. Əvvəlcə məlumat verim ki, sizə kanala abunə olmayanlar kanala abunə olsun. Yeni videolar, yeni izahlar gəlmək üçün bildirişi açıq buraxın və zəhmət olmasa videonu izlədikdən sonra bəyənin. İndi isə keçək dərsin izahına. Toxumun quruluşu. Çiçəkli bitkilər müxtəlif olduğu kimi, onların toxumları da çox müxtəlifdir. Toxumlar bir-birindən rənginə, formasına, ölçülərinə görə fərqlənir. Toxum da çiçəkli bitkilərin generativ orqanıdır. Tozlanma və mayalama nəticəsində çiçəyin yumurtalığında yumurtacıqdan əmələ gəlir. Yetişmiş toxum qabıq, rüşeym və endospermdən ibarətdir. Toxum qabığı toxumu xaricdən əhatə edir və onu qurumaqdan, zədələnməkdən qoruyur. Toxumun əsas hissəsi onun rüşeymidir. Rüşeym kökçük, gövdəcik, tumurcuq və ləpədən ibarətdir. Toxum cücərərkən rüşeym kökçüyündən əsas kök inkişaf edir. O qabığı yararaq xaricə çıxır və toxumu torpağa bərkidir. Rüşeym gövdəci rüşeym kökçüyü ilə rüşeym tumurcuğu arasında yerləşir. Rüşeym tumurcuğundan zuğ və yarpaqlar inkişaf edir. Toxumun rüşeymində 2 ləpə olan çiçəkli bitkilər 2 ləpəli, 1 ləpə olanlar isə 1 ləpəli bitkilər adlanır. Deməli, toxum generativ orqandır. Mayalanmadan sonra yumurtacıqdan əmələ gəlir. Toxum gələcək bitkinin başlanğıcıdır. İlk dəfə toxum çılpaq toxumlu bitkilərdə əmələ gəlib. Devon dövründə. Ən kiçik toxuma malik bitki səhləbdir. Ən böyüyü isə Şeyşel palmasıdır. Bunlar deməli toxuma aid oldu. Toxumun quruluşuna baxsaq, toxumun rüşeymində dedik 1 ləpə yarpağı olan bitkilərə 1 ləpəlilər, 2 ləpə yarpağı olanlar isə 2 ləpəlilər deyildi. İndi isə baxaq 2 ləpəli bitki toxumunun quruluşuna. Çiçəkli bitkilərin bir çoxu 2 ləpəli bitkilərə aiddir. Məsəl üçün, lobya, noxud, günəbaxan və bənövşə 2 ləpəli bitkilərdir. Lobya toxumu xaricdən hamar və parlaq qabıqla örtülmüşdür. Qabığın altında 2 böyük ləpə yerləşir. Lobya toxumunda ehtiyat qida maddələri ləpələrdə toplanır. Toxum cücərərkən rüşeymin qidalanması ləpələrdəki ehtiyat qida maddələrinin hesabına baş verir. Lobya toxumunda endosperm inkişafdan qalır. 2 ləpəli bitkilərin əksəriyyətinin toxumunda ehtiyat qida maddələri ləpələrdə, bəzilərində isə ya rüşeymin digər hissələrində, ya da endospermdə toplanır. Məsələn, quş əppəyinin toxumunda ehtiyat qida maddələri yalnız ləpələrdə deyil, rüşeymin digər hissələrində də. Kökçükdə, gövdəcikdə olur. Qaymaq çiçəyində isə rüşeymin hissələri ilə bərabər həm də endospermdə də toplanmış olur. İndi isə baxaq lobya toxumunun quruluşuna. Lobya toxumu dedik 2 ləpəlidir. Hansı hissələrdən ibarətdir? Deməli, rüşeym ibarətdir ləpələrdən, kökçük, gövdəcik, tumurcuqdan. Daha sonra toxumun qabıq hissəsindən, toxumun mərkəzi hissəsində isə şəkildə göründüyü kimi göbəkcik yerləşir. Toxumun qabığı, indi isə quş əpəyiyə baxaq, quş əpəyi toxumunun quruluşuna. Toxum xaricdən qabıqla əhatə olunmuşdur. Daha sonra ləpələri vardır, 2 ləpəlidir. Kökçük, gövdəcik, tumurcuq hissələrindən təşkil olunmuşdur. Bunlar ləpə, kökçük, tumurcuq, gövdəcik. Bu rüşeymin hissələridir. Bir ləpəli bitki toxumunun quruluşuna baxsaq, bir ləpəli bitkilərin, məsələn, qarğıdalı, buğda, inci çiçəyi, soğanın toxumunun quruluşu 2 ləpəli bitkilərin toxumuna oxşamır. Qarğıdalı bitkisində toxumun qabığı meyvə yanlığı ilə elə birləşmişdir ki, onu ayırmaq çox çətindir. Qarğıdalı toxumunun rüşeymi 1 ləpəlidir. Deməli, rüşeymi 1 ləpəlidirsə, buna 1 ləpəli bitki deyirik. Deməli,
İkiləpəlilər nə cür oldu? Yenə ikiləpəlilərə dönsək, izah etsək, dedik rüşeymində ləpə yarpaqlar 2 olarsa, bu ikiləpəlidir. Buraya ən çox, ümumiyyətlə say cəhətdən ikiləpəlilər daha çoxdur və burada ikiləpəli bitkilərdə ehtiyat qida maddələri ləpələrdə, rüşeymin digər hissələrində, endospermdə yerləşmiş olur. Hər tərəfdən rüşeymi əhatə edən üçrəng bənövşədə endosperm hər tərəfdən rüşeymi əhatə edir. Deməli. Sonra ehtiyat qida maddələri lobya, noxud kimi bitkilərin toxumunda, rüşeymin yarpaqlarında, yabanı axturp və quşəbəyi bitkilərində tumurcuqdan savayı rüşeymin hər yerində, qaymaq çiçəyi və üçrəng bənövşə bitkilərində isə rüşeymdən başqa həm də endospermdə də toplanmış olur. İndi bir hüceyrələrə dönsək, bir hüceyrələrdə dedik ki, birləpəli bitkilərin toxumu qabıq, endosperm və rüşeymdən ibarətdir. Bitkilərin, birləpəlilərin toxumunda qida maddələri yalnız endospermdə yerləşir. Bura hansılara aid idi? Aid idi qarğıdalı, buğda, inci çiçəyi, soğan. Bunlar birləpəlilərdir. Və birləpəlilərin hissələrinə baxsaq, xaricdən toxum qabığı, onun altında endosperm, rüşeym hissələri, ləpə, tumurcuq, gövdəcik, kökcük. Bura endosperm deməli rüşeym hissələrinə aid deyildir. Ehtiyat qida maddəsi isə endospermdə toplanmış oldu. Əksər birləpəli bitkilərin toxumunda dedik, ehtiyat qida maddələri əsasən endospermdə toplanır. Toxum cücərən zaman qida maddələri ləpə vasitəsilə endospermdən rüşeymə daxil olmuş olur. Burada qarğıdal toxumun ləpəsinin zədələnməsi onun cücərməsinə təsir edə bilərmi? Deməli, edə bilər əslində. Niyə? Çünki toxum qabığının cücərməsi, daha doğrusu toxum qabığının zədələnməsi nəticəsində endosperm də zədələnə bilər. Dünyanın ən böyük toxum anbarı 2008-ci ildə Norveçin Svalbard adasında bir dağın 130 metr dərinliyində inşa edilmişdir. Anbar 4,5 milyon toxum nümunəsinin hər birindən 500 ədəd olmaqla saxlama və qoruma imkanına sahibdir. Ambardakı temperatur bəzi toxumların 1000 illərlə öz canlılığını qoruya biləcəyi temperatur olaraq müəyyənləşdirilmiş 18 Selsidir. Ambar toxumları iqlim dəyişikliklərindən, müharibədən və təbii fəlakətlərdən qorumaq məqsədi ilə inşa olunub. İndi isə üçrəng bənövşənin toxumun quruluşuna baxsaq, bir ilə verilən nədir? Bir ilə verilən toxumun qabığıdır. 2 ilə verilən olacaq endosperm. 3 ilə verilən olacaq ləpələr. 4 ilə verilən olacaq gövdəcik. 5 ilə verilən isə olacaq nə? Kökcük. Bu oldu, deməli, üçrəng bənövşənin hissələri. Toxum çiçəyin hansı hissəsindən əmələ gəlir? Dedik ki, toxum mayalanmadan sonra yumurtacıqdan əmələ gəlir. Bir toxum bir bitki deməkdir. Bu fikri necə izah edə bilərsiniz? Bəli. Niyə? Çünki bir toxum yeni bir bitkiyə başlanğıc vermiş olur. Birləpəli və ikiləpəli bitkilərdə ləpələr hansı funksiyanı yerinə yetirir? Dedik ki, birləpəlilərdə deməli, ləpələrdə yəni endosperm əsasən ləpədə toplanır. Yəni ehtiyat qida maddəsi daha doğrusu ləpədə toplanır. Və bu qida maddələri birləpəlilərin toxumunda dedik, yalnız endospermdə toplanmış olur. Ancaq ikiləpəlilərdə isə ehtiyat qida maddələri həm ləpədə toplanır, həm rüşeymin digər hissəsində, həm də endospermdə də toplanmış olur. Daha sonra nə deyərik? Birləpəli və ikiləpəli bitkilərdə ləpələr hansı funksiyasını yerinə yetirir? Bunu dedik.
Deməli, sizcə partlamış qarğıdalın ağ rəngli yumuşaq hissəsi toxumun əsasən hansı hissəsidir? O olacaq onun endosperm hissəsi. Keçək növbəti səhifəyə. Burada toxumun cücərməsi verilmişdir. Toxumların cücərməsinə baxsaq, deməli, toxumun cücərməsi üçün əlverişli mühit şəraiti olmalıdır ki, deməli, o şəraitdə yeni bir toxumun cücərməsi nəticəsində yeni bir bitkiyə başlanğıc vermiş olur. Cücərmə zamanı yaşıl yarpaqlar əmələ gələnə kimi rüşeym toxumun ehtiyat qida maddələri hesabına qidalanır. Yəni, toxumda yerləşən ehtiyat qida maddələri hesabına qidalanır. Bu zaman o həm də öz enerji ehtiyacını təmin edir. Əksər bitkilərin toxumlarının cücərməsi üçün müəyyən temperatur, rütubət, hava lazımdır. Bununla yanaşı toxumun canlı rüşeymi də zədələnməmiş olmalıdır. Bu amillərdən biri olmadıqda toxum cücərmir. Deməli, baxsaq buraya quru torpaq, nəm torpaq suyun içərisində verilib. Nəm torpaqda bitki quru torpaqda cücərməz, çünki onun üçün əlverişli mühit şəraitindən biri də rütubət olmalıdır. Tam suyun içərisində də cücərməz. Niyə? Çünki orada hava lazımdır. Deməli, ancaq nəm torpaqda və torpağın müəyyən hissəsində, dərinliyində də, yəni müəyyən dərinliyində nəm torpaqda bu toxumlar yaxşı cücərər. Daha sonra keçək növbəti səhifəyə. Toxumlar cücərərkən bir sıra ardıcıl proseslər baş verir. Toxum əvvəlcə suyu udaraq şişir. Sonra onun qabığı çatlayır. Cücərməkdə olan toxumda ilk olaraq rüşeym kökçünə əsas kök çıxır. Deməli, bunu izah etsəm sizə, deyərəm ki, məsələn, mən lobiyanın toxumunu cücərdən zaman onu müşahidə edərəm ki, toxum əvvəlcə şişir, sonra onun qabığı çatlayır. Bu zaman rüşeym kökçüyü torpağın içərisinə doğru uzanır və üzərində əmələ gələn yan köklər köməyi ilə bitki torpağa daha möhkəm bərkiyir. Müəyyən vaxtdan sonra gövdəcik də böyüyür və əyilərək torpağın səthinə çıxır. Gövdəciklə birlikdə ləpə yarpaqları da işığa qalxır. Ləpə yarpaqlarının arasında tumurcuqlardan əsl yarpaqlar inkişaf edir. Deməli, lobiya cücərən zaman onun ləpə yarpaqları torpağın səthinə çıxır. Noxudda isə çıxarda bilmir. Ləpə yarpağını torpağın səthinə çıxarda bilmir. Gövdəcik çünki zəif inkişaf etmişdir. Daha sonra birləpələrin cücərməsinə baxsaq, burada verilib şəkildə bizə verilib iki ləpəlilərin, yəni lobiyanın cücərməsi. İndi isə birləpəlilərdən olan qarğıdalın cücərməsinə baxsaq, burada nə cür verilib? Tutaq ki, qarğıdal rüşeymi gövdəciyi zəif inkişaf etmiş olduğu üçün ləpə torpağın üzərinə çıxmır. Tutaq ki, birləpəlilərdən olan buğda, çovdar cücərdilir. Əvvəlcə rüşeym kökçüyündən əsas kök inkişaf edir. Həmin köklə birlikdə rüşeym gövdəciyinin alt səthində bir neçə əlavə köklər də əmələ gəlir. Beləliklə köklərin hamısı birlikdə saçaq əmələ gətirir və bir müddət keçdikdən sonra rüşeymin kökçüyünün və əlavə köklərin üzərində cücərtə əmələ gəlir. Bu boru şəkilli şəffaf yarpaqcıqla örtülüdür. Həmin yarpaqcığın sivri ucu torpağı dəlib çıxır torpağın səthinə. Sonra yarpaqcıq açılır, onun içərisində də əsl yaşıl yarpaq inkişaf edir. Sonra onun ardınca növbəti yarpaqlar əmələ gəlir. Bu yarpaqlar rüşeym tumurcuğundan inkişaf edir. Ləpə yarpağı torpağın üzərinə çıxmır.
o toxumda qalaraq endosperm ehtiyat qida maddələrini soğurur. Rüşeymdən inkişaf edən cücərti həmin maddələrlə qidalanır. Torpağın üzərinə çıxan cücərtinin sonrakı inkişafı fotosintez hesabına deməli gedən bir prosesdir. Yəni inkişaf bu cür həyata keçirilir. Daha sonra toxumlar cücərən zaman nə olur? Onlarda rüşeymin qidalanması və tənəffüs də güclənir. Bütün bunların nəticəsində istilik ayrılır. Toxumlar cücərərkən istiliyin ayrılmasını müşahidə etmək olar. Əgər toxumlar qapalı qabda nisbətən uzun müddət saxlanılarsa, onun rüşeymi məhv olur və cücərmə qabiliyyəti itir. Ona görə də toxumları quru, havası yaxşı dəyişdirilə bilən şəraitdə saxlayırıq. Birləpəli bitki olan çəltik düyüdən cücərərkən suda həll olmuş oksigendən istifadə edir. Çəltik toxumlar suyun altında cücər. Deməli, çəltik toxumları harada cücərdir? Suyun altında. Nohud toxumu cücərərkən baş verən dəyişikliklərə əlaqəli qrafiklər nəzərdən keçin. Toxumun kütləsi, ayrılan istilik, ləpələrdəki qida maddələri miqdarı, oksigendən istifadə olunan oksigen miqdarı. Burada qrafiklər verilib. Toxumun kütləsi artar cücərmə zamanı. Çünki özünə də su çəkir deyə. Ayrılan istiliyin miqdarı, deməli, istilik ayrılar, bəli. Ləpələrdəki qida maddələri miqdarı getdikcə azalar. İstifadə olunan oksigenin miqdarı da, deməli, tənəffüs edir. Tənəffüs edən zaman toxumlar ona oksigen lazımdır. Ona görə oksigenin miqdarı da azalmış olar. Sonra burada baxsaq, toxum cücərərkən rüşeym kökçüyü və rüşeym tumurcuğundan bilavasitə nə inkişaf edir? Deməli, rüşeym kökçüyündən əsas kök, rüşeym tumurcuğu isə deməli nəyə başlanğıc verir? Bitkinin gövdəciyinə, yəni yarpağına başlanğıc vermiş olur. Daha sonra şəklə əsasən hansı mərhələlərdə toxumun ləpələrində daha az ehtiyat qida maddələrinin olduğunu söyləmək olar? Necə? Şəklə əsasən hansı mərhələlərdə toxumun ləpələrində daha az? Yəni inkişaf etdikcə ləpə yarpağındakı ehtiyat qida maddələrinin miqdarı azalır. 5-ci şəkildə daha az olar. Çünki artıq orada inkişaf demək olar tamamlanmışdır. Qaynar suya salmış toxumlar nə üçün cücərmir? Çünki toxumun deməli rüşeymi zədələnir. Ona görə toxumun cücərməsi üçün temperaturunda müəyyən həddi vardır da. Yəni suyun temperaturu, rütubət, istilik, hava, bunların hər biri müəyyən hüdudda olmalıdır. Deməli, indi isə meyvələr haqqında baxaq. Meyvə də çiçəkli bitkilərin generativ orqanıdır. Əsasən, adətən çiçəyin yumurtalığından əmələ gəlir. Meyvə əsasən meyvə yanlığı və toxumdan ibarətdir. Meyvə yanlığı yumurtalığın divarından inkişaf edir və ana bitkiyə, yəni dişiciyə məxsusdur meyvə yanlığı. Meyvələrin əsas funksiyası toxumları qorumaq, onları yayılmasını təmin etməkdə. Quruluşuna görə sadə və mürəkkəb meyvələr olur. Sadə meyvələr bir dişiciyi olan çiçəkdə yumurtalıqdan əmələ gəlir. Mürəkkəb meyvələr isə iki cür olur. Yığma meyvə və meyvə qrupu. Yığma meyvələr bir çiçəyin çoxlu sayda sərbəst dişiciyinin yumurtalığından əmələ gəlir. Hər yumurtalıqda bir yumurtacıq olur. Deməli, bu olur bir çiçəkdə müxtəlif sayda yumurtalıq olur və o yumurtalıqda da hər yumurtalıqda bir dənə yumurtacıq olur. Yumurtacıqdan isə toxum əmələ gəlir. Meyvə qrupu demək, çiçək qrupunda çiçəklərin çox sıx yerləşməsinə görə meyvələrin birləşməsi nəticəsində əmələ gəlir. Buna misal olaraq ananas göstərmək olar.
Yığma meyvəyə çiyələk, moruq, böyürtkən, bunlar deməli hara aiddir? Yığma meyvələrə aiddir. Əriklə günə baxan, bunlar isə aiddir nəyə? Sadə meyvələrə aiddir. Tutla əncir toplu meyvəyə aiddir. Toplu meyvə, yəni yığma meyvəyə tutla əncir də aid etmək olar. Daha sonra yetişmiş meyvələrin meyvə yanlığının quruluşuna görə şirəli, quru meyvələrə ayrılır. Meyvələr toxumların sayına görə də bir toxumlu və çox toxumlu olur. Tutaq ki, biz deyirik ki, quru meyvələr bir toxumlu, çox toxumludur. Quru bir toxumlu meyvələr dən meyvə, toxumca meyvə, fındıqca meyvə. Daha sonra çox toxumlu quru meyvələrə paxla meyvə. Daha sonra buynuz meyvə, qutucuq meyvə. Şirəli bir toxumlu və şirəli çox toxumlu var. Şirəli bir toxumluya çəyirdək meyvə. Şirəli çox toxumluya gilə meyvə, alma meyvə, qabaq meyvə, narınc meyvə. Bunlar aiddir. Deməli, bir toxumlu quru meyvə, buğda, qarğıdalı, dən meyvədir. Toxumca meyvə bir toxumlu quru meyvədir. Günə baxan zəncir otu. Fındıq meyvə isə fındıqdır. Çox toxumlu meyvə, quru meyvələrə lobya, paxla meyvələrə aiddir. Noxud, buynuz meyvələri turpdur, kələmdir. Dağ laləsinə isə belə qutucuq meyvə isə dağ laləsi ilə laləni aid edə bilərik. Daha sonra şirəli meyvələri də sadaladıq. Yenidən baxaq. Yetişmiş şirəli meyvələrdə meyvə yanlığı şirəli, lətli hissədən ibarət olur. Biz onun həmən o meyvə yanlığını yeyirik. Lətli hissə meyvənin qabığı ilə toxumu arasında yerləşir. Bir toxumlu şirəli meyvələrə çəyirdək meyvə, çox toxumlu şirəli meyvələr, gilə meyvələr misal göstərə bilərik. Gilə meyvə ilə yanaşı alma meyvə, qabaq meyvə, narınc meyvə. Bunlar da şirəli, çox toxumlu meyvələrdir. Şaftalı meyvəsinin quruluşuna baxsaq, deməli toxum daxildə yerləşir. Toxumdan sonra çəyirdək hissə, daxili qat, çəyirdək hissə daxili qatdır. Daha sonra orta qat lətli isə, xarici qat isə dəricikdir. Meyvə yanlığını nə təşkil edir? Meyvə yanlığının daxili qat, çəyirdək də özü də meyvə yanlığını təşkil etmiş olur. Burada verilib nə? Burada verilib çəyirdək meyvə, pomidor bitkisi, qarağat bitkisi, pomidorun meyvə yanlığı, toxumları, qarağatın meyvə yanlığı və toxumları şəkil vasitəsilə verilmişdir. Çəyirdək meyvənin meyvə ləti nazik qabıqla örtülmüşdür. Onun toxumu bərk çəyirdəyin içərisində olur. Çəyirdək meyvə yanlığının daxili daşlaşmış qatıdır. Deməli, çəyirdək meyvə yanlığının daxilinin daşlaşmış qatıdır. Şaftalı, ərik, gavalı, kilas kimi bitkilərin meyvələri çəyirdək meyvədir. Çəyirdək meyvədən fərqli olaraq gilə meyvənin çoxlu toxumları olur. Məsələn, qarağat, üzüm, pomidor, incişək kimi bitkilərin meyvələri gilə meyvədir. Demək, gilə meyvələr çox toxumlu şirəli meyvələrə aiddir. Bəzi meyvələrin əmələ gəlməsində yumurtalıqla yanaşı çiçəyin digər hissələri də iştirak edir ki, məsəl üçün çiçək yatağı. Alma, armud, əzgil, daha sonra bunlar çiçək yatağıda iştirak etdiyinə görə bunlar nə adlanır? Adlanır, deməli, yalançı meyvə. Deməli, yalançı meyvə nə oldu? Deməli, çiçəyin digər hissəsi də iştirak edir. Bura alma, heyva, armud, əzgil, qarpız, yemiş, burana, çiyələk kimi bitkilər də aid etmək olar ki, bunların əmələ gəlməsində çiçək yatağı, çiçək saplağı, çiçək yanlığı da iştirak etdiyinə görə bu meyvələr yalançı meyvələr adlanır. Daha sonra tropik ölkələrdə bitən çörək ağacının və ya çekfrutun bir meyvəsi 40 kiloqrama qədər ola bilir. Bu ağacda bitən ən böyük meyvələrdən biridir. Çekfrut, deməli, çörək ağacının meyvəsidir. Sonra
Sonra baxsaq burada çiyələk bitkisinin bir çiçəyində çoxlu sayda dişicik olur. Onun hər dişiciyinin yumurtalığına bir yumurtacıq yerləşir. Dişiciklər çox olan belə çiçəklərdir. Çiçək yatağı meyvələr yetişdikdə böyüyüb iriləşir, şirəli olur. Hər dişicikdən bir fındıqca meyvə, bütün çiçəkdən isə mürəkkəb meyvə əmələ gəlir. Sonra çiçəkli bitkilərin həyatına meyvənin nə kimi rolu vardır? Meyvə bitkinin yayılmasında rol oynayır. Daha sonra Eyler Venn diaqramına uyğun ifadələri qeyd edin. Toxumca meyvə, gilə meyvə. Toxumca meyvə deməli yetişmiş meyvə yanlığı şirəlidir. Toxumca meyvə də şirəli deyil, qurudur. Bu aid olacaq gilə meyvəyə. Bir toxumludur. Bir toxumlu, hər ikisi bir toxumludur. Sadə meyvələrə aiddir. Yox, bir toxumlu gilə meyvə bir toxum deyil. Xeyr, toxumca meyvədir bir toxumlu. Mən onu çəyirdək meyvə ilə səhv saldım. Sadə meyvələrə aiddir. Sadə meyvələrə aiddir. Bəli. Sonra çiçəyin yumurtalığından inkişaf edir. Doğrudur. Sonra çox toxumludur. Bu isə gilə meyvəyə aiddir. Növbəti səhifəyə baxaq. Deməli, burada isə meyvələrin, toxumların yayılması verilmişdir. Qovaq bitkisinin toxumları tükcüklərə, atpıtrağın meyvələri qarmaqcıqlara, ağcaqayını meyvələri qanadcıqlara sahibdir. Şəkil vasitəsilə də verilmişdir. Meyvə və toxumlar bitkilərin çoxalmasını və yayılmasını təmin edir. Bir sıra bitkilərin yetişmiş meyvə və toxumlara aid olduğu bitkidən daha uzaq məsafələrə yayılmağa uyğunlaşmışdır. Bu, onlara yeni ərazilərdə məskunlaşmağa imkan verir. Meyvə toxumlar təbiətdə küləklə, su vasitəsilə, heyvanlar vasitəsilə yayılır. Tutaq ki, külək vasitəsilə yayılanlar. Külək vasitəsilə yayılanlar ən çox tükcüklü, qanadcıqlı, uçağanlı meyvələri olur ki, bunlar vasitəsilə yayılır. Məsəl üçün, küləklə yayılmanı təmin etmək üçün bəzi bitkilərdə müxtəlif uyğunlaşmalar mövcuddur dedik. Bu uyğunlaşmalara meyvə və toxumların üzərindəki qanadcıq, tükcük, uçağanları misal göstərmək olar. Məsələn, söyüd və qovaq toxumlarının tükcükləri zəncir otunun uçağanları sayəsində o toxum külək vasitəsilə uzaq məsafələrə aparılır. Cürkə göyrüş kimi bitkilərin qanadcıqlı meyvələri olur. Havada sürətlə fırlanan qanadcıqlar sayəsində meyvələr uzun müddət yerə düşməyərək ağacdan uzaq məsafələrə aparılır və uzaq məsafələrdə də həmin bitki bitir. Burada cökənin və göyrüşün qanadcıqlı meyvələri, toxumları verilmişdir. Söyüdün tükcüklü toxumları, daha sonra zəncir otuda da uçağanlar verilmişdir. Sonra burada şamın qozası verilib ki, şamın qozasında toxumun qanadcıqları vardır və şam özü də külək vasitəsilə çoxalır. Su vasitəsilə yayılmanı suzanbağı, şanagüllə kimi su bitkilərini, qızıl ağac, kakos palması kimi su hövzələrinin sahillərində bitən bitkilərin meyvə və toxumların su vasitəsilə yayılmasını biz göstərə bilərik. Meyvə və toxumlar vasitəsilə yayılır bu cür bitkilər. Şanagüllərin yetişmiş toxumlar suya düşür və səthi üzərək su hövzəsinin hər tərəfinə yayılır. Müəyyən müddətdən sonra şişərək ağırlaşan toxumlar suyun dibinə çökür. Yazda düşərək yeni bitkiyə başlanğıc verir. Heyvanlarla yayılma bəzi bitkilərin yetişmiş toxumların üzərində qarmaqvari çıxıntılar olur. Bu toxumlar çıxıntıları vasitəsilə heyvanların bədən örtüyünə yapışaraq uzaq məsafələrə yayılır. Belə bitkilərə nələr aiddir? Atpıtrağı, pişik dili, daha sonra dəvə dabanı, sonra moruq, böyürtkən, qarağat. Tutaq ki, atpıtrağı ilə dəvə dabanı qarmaqcıqlı meyvələr vasitəsilə yayılır. Moruq, böyürtkən, qarağat isə yetişmiş meyvələr vasitəsilə yayılır. Dedik ki, böyürtkən quş armudu, meşə gilası kimi bitkilərin yetişmiş şirəli və əlvan rəngi meyvələri heyvanları özünə cəlb edir. Heyvanlar tərəfindən yeyildikdə onları möhkəm
qabıqlı toxumları həzm olunmayan qalıqlarla orqanizmdən xaric olunur. Beləliklə də heyvanlar vasitəsilə daha uzaq məsafələrə yayılır və həmin bitkilər deməli yayılmış olur. Öz-özünə yayılma bəzi bitkilər toxumlarını özləri yayır. Yəni onlara heç bir təbii və yaxud da süni təsirlər olmur. Məsələn, itxiyarı bitkisinin yetişmiş meyvələri partlayaraq toxumların seliklə birlikdə ətrafa tullayır. Paxla meyvə, buynuz meyvə, qutucuq meyvəli bitkilər, meyvələri yetişdikdə meyvə yanlığı quruyur və açılaraq toxumları ətrafa səpələyir. Məsəl üçün, dəmir ağacının ixtiyarını dedik ki, yetişmiş meyvələr partlayır və toxumlar səpələyir. Xaşxaş, lobya, lalə, sarı akasiya isə yetişmiş meyvələr açılır və toxumları yayılır. Daha sonra bəzən insanlar da meyvə və toxumların yayılmasına, yeni yaşayış sahələrini tutaraq məskunlaşmasına səbəb olur. Burada pişik dili bitkisi və toxumu verilmişdir. Onu nəzərdən keçirmək olar. Daha sonra burada sincaplar qışa ehtiyat üçün palıd, fındıq kimi bitkilərin meyvələrini toplayır. Onlar bu meyvələrin bir qismini torpağa basdıraraq gizlədir. Hesablamalara görə sincaplar torpağın altında gizlətdikləri meyvə və toxumların təqribən 10%-in yerini unudur. Unudulmuş bu toxumlar təbiətin qazancı olur. Yəni yeni bir bitkiyə başlanğıc vermiş olur. Burada toxumlar, meyvələr verilmişdir, quruluşlar verilmişdir. Deyir, heyvanlar vasitəsilə yayılan meyvə və toxumlar hansı uyğunlaşmalar olur? Heyvanlar vasitəsilə yayılanlar qarmaqcıqlı olur. Heyvanların bədəninə yapışmaq üçün, yaxud da yetişmiş meyvələr olur və toxum isə qalın qabıqlı örtülür ki, o isə həzmə uğramır. Uyğunluğu müəyyən edin. Toxumların yayılma üstünü heyvanla, küləklə, su ilə. Deməli, heyvanlarla yayılan olacaq burada meşə gilası, daha sonra at pıtrağı, bunlar olacaq heyvanlar vasitəsilə. Külək vasitəsilə olacaq deməli zəncirotu, sonra zəncirotu, cökə, bunlar külək vasitəsi olacaq. Qızılağac isə su vasitəsilə yayılmış olacaq. Burada bir qovaq qaldı. Qovaq da külək vasitəsilə yayılan bitkilərdən olacaq. Bu qədər. Növbəti dərsdə isə çiçəkli bitkilərdə qeyri-cinsi çoxalmanı izah edəcəm.